Koreyalı qonşumuzdan zorla aldığım həmin o noodle reseptini sizlərə təqdim edirəm. Deməli, ilk öncə nə edirik? Soğanları kub şəklində doğrayırıq. 2 ədəd soğan istifadə elədim. Biraz da pomidor doğradım. 1 ədəd pomidor doğrayırsınız. Daha sonra kərə yağını tavada əridirik və üzərinə soğanı əlavə edirik. Biraz qızarandan sonra isə biraz duru yağ əlavə elədim və çəkilmiş dana əti əlavə etdim. Mal ətini əlavə etdikdən sonra isə bu noodle göstərirəm sizlərə. Bu qarabaşaq unundan hazırlanır. Çox faydalıdır. Yəni bildiyiniz tərkibində gluten yoxdur. Biraz duz əlavə elədim və həmin o kajun baharatından mütləq əlavə etdim təbii ki. Varsa biraz soya sosu da əlavə edə bilərsiniz. Biraz tomat əlavə elədim və üzərinə su əlavə edib qapağını örtürsüz. Suyu çəkiləndən sonra hazır olur. Həqiqətən bu Koreyalılar ağzının dadını bilir də. Dəhşət ləzzətli idi. Səhifəni izləməyi, rəy bildirməyi və bəyənməyi unutmayın. Hər kəsin xoş olsun.